Salam, hər vaxtınız xeyir. 90 Plusun növbəti buraxılışında sizi salamlayırıq. Hər vaxtınız xeyir. Salam Hafiz, necəsən? Yaxşıyam, sağ olasın. Sən necəsən? Mən də yaxşıyam. Amma bir balaca sanki Qarabağın oyunundan sonra bir balaca əhvalımız korlanıb. Mən deyərdim ki, gözləmədim. Düzünsə mən ən azı gözləyirdim ki, bəlkə də heç olsun, amma bir şey yadımızdan çıxmışdı ki, onu qeyd eləməmişdik. Həmin gün Diego Maradona'nın anım günü idi və həm Napoli əlindən gələni eləyirdi ki, bu günü qeyd eləsin. Qeyd eləsin, yəni qələbə ilə qeyd eləsin. Yəni oyunda da hiss olunurdu, yəni çox istəkli idi Napoli. Amma mən deyərdim ki, birinci hissəni Qarabağ çox yaxşı oynadı. Yəni mərkəzdə topu saxlaya bilirdi. Belə deyək, az da olsa, necə deyirlər, o kontrpressingdə, yəni rəqibə biraz personalni yox, sanki belə deyək, rəqibi öz meydançasında bağlamaq kimi bir şey var idi. Napoli öz zonasından çox çətin çıxırdı birinci taymda. Əgər fikir vermişdisə, bunu qeyd etmək istəyirəm. Napoli sanki biraz o nə deyirlər ona, oyun ipini itirmişdi, biraz xaos yaranmışdı və bir anlıq mən fikir verdim, hardasa bir oyun ortası deyil, birinci hissənin hardasa bir 15-ci, 30-cu dəqiqələri arasında Qarabağ topu kontrol edirdi. İkinci tayma da o şeylə başladılar, necə deyirlər, o həvəslə başladılar ki, topu kontrol etsin. Hansısa bir hətta dəqiqəsində çıxmışdı ekrana bərabər topa sahib olma faizi. Yəni yaxşı başlamışdılar. Yəni deyərdim ki, pressingdə uduzmurdular, cinahlara çox da şans vermir. Düzdür, Neres çox yaxşı idi. Yəni topla çox yaxşı rəftar eləyirdi. Neres'i qeyd etmək istəyərdim. Di Lorenzo çox aktiv idi. İkinci taymda düzdür, o xoşa gəlməz hadisə oldu. Medina'nın zədələnməsi oldu. Və mən deyərdim ki, Medina'nın meydanı tərk etməsindən sonra sanki orta xətt zəiflədi. Qarabağın sanki dayağı və arxası zədələnməsi. Yəni artıq dayaq yarım müdafiə başsız qaldı. Çünki topsuz mübarizələrdə Medina çox yaxşı idi. Və bilmirəm niyə görə, sən də yəqin ki, mənimlə razılaşarsan, penalti, düzdür, Kohalsko qaytardı penaltini, amma qol olsaydı yenə də çox mənə maraqlı gəldi ki, həmin epizodda, yəni mən baxanda bir şok oldum ki, necə yəni, bu penaltidir be ya. Bax, yəni o epizoda mən bəlkə də ac qarnına bəlkə 100 dəfə baxmışam. Ac qarnına, tox qarnına neçə dəfə baxdın? Tox qarnına da bir o qədər baxmışam, yəni mən başa düşəmirəm ki, yəni burada necə penalti vermək olar? Yəni bu necə penaltidir? Belə penalti olur. Orada belə bir çox qarışıq epizod alındı, çox qarışıq epizod alındı. Əgər Yankoviçin üzünə zərbə endirilməsəydi, bax orada üzünə zərbə endirilmişdi. Bu həfif zərbə idi, yoxsa möhkəm zərbə idi. Bunu mən düşünürəm ki, Marçinyak vardı araşdırmalı idi. Di Lorenzo özü görürdü ki, arxadan kimsə gəlir, bu başa düşürəm. O yəni bu da istəyir onu saxlasın. Kontakt necə olur? Yəni mən bilmirəm nəyə görə cərimə verilir. Demək istədim odur ki, orada itələsin da elə şey olur. Orada, yəni futbolun kontakt hissəsidir, razıyam. Di Lorenzo Yankoviçin üzünə zərbə endirir və Yankoviç üzünü tutaraq yıxılır. Yıxıldığı müddətdə ətalətdə ayağı dəyir. Dəyir, tamam. Yəni o şey var ya, bir deyir yıxılmışdı, düzdür, amma dəymədi. Dəymədi də. Burada Yankoviç dəymişdi. Amma mən düşünürəm ki, Marçinyak baxmalı idi ki, hansı epizodda dəydi. Yəni Yankoviçin ayağı. Yankoviç qəsdən o sürüşmə fəndi idimi? Yox. Həm də düşünürəm ki, bilmirəm, bunu burada Qarabağı günahlandırmaq lazımdır, yoxsa sırf Marçinyakı özünü günahlandırmaq lazımdır. Tələb eləmək lazım idi ondan ki, bir də VAR-da baxsın, penalti verilir, qapıya zərbə endiriləcək. Bu potensial qol deməkdir. Necə olur ki, sən bu momenti araşdırmırsan? Mən də həm də düşünürəm ki, bir də bunu qeyd edeyim. Yankoviç zat aliləri də məndən inciməsin. Düşünürəm ki, o momentdə Yankoviç bəlkə biraz uzun yerdə, yəni tələb eləsəydi öz ona olan cəriməni, yəni uzun müddət yerdə çabalasaydı ki, mənim üzümə zərbə endirilib, təcrübəsiz. O bəlkə də o epizod itirilərdi, itirilməzdi, bilmirəm. Ya qol da olsaydı, gedib VAR-da baxacaqdılar ki, bunun üzünə zərbə eləyib. Hətta biz sarı kart yedizdirə bilərdik Napoliyə. Onun əvəzinə qapımıza penalti qazandıq. Yaxşı ki, Kuchalski qaytardı. Plus mən necə baxdım epizoda, Marçinyakın mövqeyinə də baxdım. Marçinyak arxada durmuşdu. Yəni o epizodu biraz lap yaxından görmürdü.
Marçinyak deməli bu sürüşmə fəndi ki var, patkat deyirik. O iki cür olur. Bir yerdə olur, bir də var qayçı sürüşmə fəndi, hansı göydə. O biraz təhlükəlidir deyə onu indi çeviriblər cərimə. Yəni elə bir fənd olursa göydə qayçı sürüşmə fəndi. Ona o dəqiqə cərimə verirlər. Bəlkə də ona görə görürük ki, bu yıxılır, yıxılmır. Bəlkə də orada moment necə olub, mən belə başa düşürəm. Marçinyak arxadan gəlir, epizodu görməyib əvvəldən. Görməmsən, var da. Aysa, mən də var məsələsinə gələcəm. Bu göydə görüb ki, sürüşmə fənd eləyir, qayçı fəndi. O dəqiqə penalti. Yaxşı, əgər sən bu epizodu görməmsən, niyə görə ki, baxmırsan? Yəni, adi məsələlərdə, misal üçün, baxırsan ki, həmin Marçinyak keçən illəri Real Atletico Madrid 4-1, yox 8-1 finalını aparırdı. Penaltidə Julian Alvarez gəlir, güya ki 2 dəfə deyir, deydi, yoxsa deymədi. Getdi o dəqiqə baxdılar. Yaxşı, burada niyə görə baxmırsan? Marçinyakin bir balaca ondan qabaq bir problem olmuşdu, qulağını vurmuşdular, amma yadıma gəlmir hansı Avro oyununda, məsuliyyətli oyununda. Real Bavariya oyununda onu elədilər də, deyəsən. Ondan sonra onu təyin eləmişdilər Avropa çempionatının səhv eləmirəmsə finalına əlindən aldılar Aysu. Onu aldılar. Yəni yenə də həmin məsələ, yenə gəlir bu şeydə get baxdı görməmsən, biz varı niyə görə təyin ediblər? Biz onda belə çıxır ki, varın mənası yoxdur da. Bir də bu Qarabağın hakimlərin Qarabağa qarşı bu mövqeyindən danışmaq istəyirəm. O deyir kasıbın deyir elə dostu kasıb olur da. Ya düşmüsən bu imkanların arasına. Orada da gözüm çıxdıya salıblar. Chelsea qarşı oyununda Qarabağın, yəni mən bəlkə də onu danışmalıydıq Chelsea oyunundan sonra. Bu dəfə ikinci haqsızlığı gördüm, ona görə qeyd edirəm. Deməli Leandro Andrade'ni dəyişirdilər 61-ci dəqiqədə, yerinə Tural Bayramov çıxırdı. Demək, oyunun əsas vaxtının bitməsinə hələ 29 dəqiqə var. Ondan sonra indi əlavə dəqiqələr də olacaqdır. 30 dəqiqə nağd demək olar da, bitməyinə var. Sən Leandro Andrade deyirsən ki, hakim, buradan çıxma, yəni mərkəzdən sən öz texniki zonaya gedəndə sən vaxt tutacaqsan, gəl yan xəttdən çıx. Oradan da Tural Bayramov girsin. Yəni nə dərəcədə doğrudur? 61-ci dəqiqədə artırdı onsuz da. Yox, 61-ci dəqiqədə niyə tələsdirirsən bu komandanı? Yəni 30 dəqiqə vaxt dartacaq bu komanda. Yəni Qarabağda oynayan hakimlərin telefon saatında bir dənə yer var. Oyun dayananda o basır, orada timerdə gedir vaxt. Yığılır. Nə qədər yığılırsa oyunun axırında bu qədər əlavə edir. Hakim də 15 dəqiqə əlavə eləyə bilməz. Sadəcə mən razıyam ki, hakim bax belə epizodları 89-cu 90-cı dəqiqələrdə eləyir. Oyunçunu tələsdirir ki, onsuz da mən cəriməyə görə artıracam bir 3-4 dəqiqə. Davay da çıx bayrağa, tez çıx. Chelsea mehribanlaşın. Elə bir ki, davay da biraz İtaliyaya da vursun. Amma da bu 61-də yox. Mən ona görə deyirdim, biraz fikir vermək lazımdır. Bəlkə də indi bilmirəm kimə bu ismarı səslənir. Biraz hakimin yaxasından yapışmaq lazımdır. Yəni nə olsun biz gəlmişik az büdcə ilə bu turnirə. Turnirdə iştirak edən hər kəsin burada qalib gəlmək haqqı var. Bizim də haqqımız var. Hakimlər sanki bir balaca sıxma boğmaya salırlar. Çox belə o epizod idi. Yəni lap tutalım ki, penaltidir. Amma bu çox şübhəli momentdir də. Yəni sən niyə görə gəlib baxmırsan vara? Sən baxmırsan. Vardakı heyət niyə baxmır? Sən niyə görə gözləmədin? Həmişə penalti olanda nə olur? Hakimlər dayanır, belə tutur. Hər kəsi uzaqlaşdırır. Xəbər gözləyir ki, görüm nədir. Bu elə ki, davay, gəl, vur, sakit olun da penaltini vur, getdik. Da nə oldu? Belə şey olur. Yaxşı Kaxayska çıxartdı. Kaxayska xüsusilə qeyd eləmək istirdim. Çox möhtəşəm oyun oynadı. Yaxşı oynadı, hə. Yəni o cür oyunundan sonra xoşuma gəldi. Yəni reaksiyası yaxşıdır, yəni topa çıxışda yaxşıdır. Yəni öz hesablaması, yəni bir neçə epizod oldu. Çıxışlarda yaxşıdır. Mən xoşuma gəldi. Yanılmıramsa o da McTominay'ın zərbəsi idi, yoxsa Merezin zərbəsi idi elə. Birinci zərbədən qaytardı. Birinci zərbədən qaytardı, ikinci zərbədən artıq az qala 9-luqdan sıyrılıb çıxartdı. Və çox gözəl sıçrayış eləmişdi orada. Sən də mənimlə razılaşarsan. O 2 dənə qol ki var idi, sanki oyuna görə deyildi. Yəni o nə qolları idi buraxdı Qarabağ. Biri toxunuş rikoşet. Biri çox kobud səhvdə gəldi. Yəni mən Bəhluldan gözləmirdim elə bilsə. İkinci də ona da idi, elə ki ping-pong oynayırlar. Top belə dang getdi, girdi qapıya. O hokeydə o bir dənə söz var. Qolun adı garbage goal, yəni zibil gol. Və bu 2 dənə Napoli 2 dənə zibil gol vurdu. Yəni deyəsən ki, burada nəsə məntiqli bir kombinasiya qurdular, nəsə belə
Qarabağın müdafiəsini yardılar, rahat qol vurdular. Elə bir şey olmadı. Yəni biri top buna deyildi. Biri rikoşetdən gol oldu. Biri Bəhlulun çox kobud səhvi. Və deyərdim ki, Medidadan sonra sanki komanda öz oyunu itirdi, bilmirəm. Biz proqnoz verəndə də məhz bax bu momenti mən çəkindiyim, qorxduğum moment məhz Napolidə bu idi ki, Napoli həm kənardan o rus dilində prostrel deyirlər, qapı qarşısına kəsmələr onu sınıyırdı. Həm qapı qarşısına asmalar onu sınıyırdı. Mərkəzdən McTominay'in özünü uzaqdan zərbələri onu sınıyırdı. Yəni Napoli hər epizodu sınıyırdı. Deyirəm sənə ki, elə necə deyim, mənfi proqnozumuzun Çin olmasıdır da bu. Düşünürdüm ki, Napoli Qarabağın bu öz gücünü göstərdiyindən sonra da var da. Tam, yəni Napoli Chelsea-də klası var İtaliya idi. çempionudur da. İtaliya çempionudur. Yəni Chelsea-də klası var. Deməsə ki, Chelsea klası yoxdur. Aydın məsələdir. Sadəcə Chelsea açıq oynadı və deyərdim ki, o qədər dəyərləndirmədi. Napoli bax bu oyuna ehtiyatlı, hiyləgər yanaşdı. Bax Napoli Qarabağa qarşı hiyləgər yanaşmışdı. Bəzən də elə hiylə də lazımdır futbolda. Yəni belə də. Və indi düzündə çox vaxt o məğlubiyyətdən sonra deyirlər ki, görürsən şansı var. Mən yenə də istəyərdim 3 oyun var hələ ki. Yəni 3 oyun az deyil. Yəni 3 oyunda ən azı düzdür, Liverpool Anfielddə aydın məsələdir. Yəni, Liverpool da qələbə qazanmaq istəyir. Liverpoolun da vəziyyəti. O da gedib PSV-yə uduzanda 4-1 uduzanda mən düşünürəm ki, yəni Qarabağda bir dənə 1-2-dən buraxardı. Chelsea ilə 2-2 eləyən Qarabağ niyə görə Liverpool heç olmasa 0-0 1-1 eləməsin? Başa PSV-dən 4 dənə gol buraxa bilirsən. Virgil'in də necə səhvləri oldu orada. Yoxsa sən nə oldu? Gedirsən 4 dənə buraxırsan. Qarabağ 2 dənə buraxır. Robin Hood olmusan da. Digər 2 dənə də burax, biz də keçə gedəydi. Amma yox, yenə də Anfielddə, yəni orada indi deyək ki, biz gedici udacağıq. Düzdür, bu əslində yaxşıdır. Yəni futbolçular bu ab-havada olmalıdır. Yəni özlərini necə deyirlər? Qələbəyə tarazlamalıdırlar. Kökləməlidirlər ki, biz də oradan da nəsə eləyə bilərik. Yəni qorxaq ruhiyyə ilə çıxmaq olmaz, aydın məsələdir. Yəni Qurban müəllim durub deməyəcək ki, müdafiədə oturun, yox. Necə lazımdırsa oyun oynamaq lazım. Nəyi bacarırsa onu da göstərməliyik. Amma yenə də indi Liverpooldur. Yəni o heyəti hansı heyətdir? Düzdür, möcüzələr olub, həmişə də olacaq. Amma biz yenə də realistik baxmalıyıq da məsələyə də indi. Liverpoolun xala ehtiyacı var. O da indi oynamayacaq da. Yəni deyək ki, çıxar biraz məşq eləyir. Hə, bundan qabaqki oyunlar hamısını utsaydı deyərdik ki, Liverpool axırıncı heyətini buraxar. Akademiyanı buraxar oynamağa. Biz də biraz tarix amma indi vəziyyət belə gəlsə ki, Liverpool da qələbə qazanmaq istəyəcək. Bizim də başqa çıxışımız yoxdur. Yəni oynamalıyıq. Ona görə də Ajaxı mütləq udmaq lazımdır. Eintrachtla çətin olacaq, çox çətin olacaq. Maksimum dərəcədə heç oynamaq lazımdır ki, Eintracht öz meydanında 5 dənə vurub Qalatasaraya, zarafat deyil. Eintracht yaxşı komandadır. Sürətli komanda, öz şeyinə görə, kapasitesinə görə pis komanda deyil, yəni oynayan komandadır. Ajax hal-hazırda çox pis vəziyyətdədir. Niderland çempionatında 5-ci yerdə gedir. Yəni Çempionlar Liqasında 0 xal yığan komanda bir dənə komanda, o da Ajaxdır. Yəni çox pis vəziyyətdədir. Yəni belə bir Ajaxı udmaq lazımdır. Amma bir şey də var ki, Ajax köklü komandadır. Yəni aydın məsələdir ki, onlar da istəyəcək ki, öz adına görə, prestijə görə heç olmasa bir dənə oyun uda bilək. Deyir, qeyrətsizin qeyrətə gəlməyindən qorxsan, belə bir şey ola bilər. Ajax da ola bilər. Niderlandlı qonaqlarımız inciməsin. Ola bilər ki, birdən belə qeyrətə gələrlər. Bəlkə də nəsə oldu, bəlkə də heç də ola bilər. Amma yenə də bu deməyək ki, Ajaxı udmuşuq 100%. Yox, 100% deyilən bir şey yoxdur. Yəni deyək ki, hamı deyir, udmalıyıq, amma 100%lik qələbə deyilən bir şey yoxdur. Çalışmaq lazımdır ki, maksimum özlərini qoysunlar oyuna, yəni güclərini, potensiallarını, necə deyirlər, ürəklərini qoysunlar oyuna. Və maksimum dərəcədə ehtiyatlı oynamalı. Amma Qarabağ elə təəccübləndirir ki, neçə oyunda artıq dalbadal. Yəni Napoli uduzsa belə göstərdiyi oyundan, Chelsea-dən qopartdığı xalla Chelsea qarşı, yəni belə göydən düşmədi ona xal, göstərdiyi o əzmlə. Chelsea-nin müdafiəsində göstərdiyi pressinglə. Sonra Atletik Bilbao ilə səfərdə hətta xal da qoparda bilərdi. O oyunlarla bu oyunları davam eləsə, ümid edirəm Medina'nın da vəziyyəti yaxşı olar Ajaxa qədər. Üstündən keçər. Mənə elə gəlir ki, yəni
çeynəyərlər Üstündən ayaqda. keçər deyəndə ki 1-0 olsa amma qələbə olsun da bizim olsun. Hə, Yəni tamam. 3 xalı qazanar, əsas odur. Sonra da ümid edək ki Eintrachtdan da nəsə eləyək. Yəni 7 xal 11 xalla bəlkə də keçmək olar. Sadəcə orada elə bir şey vəziyyət yaranmalıdır ki, aşağıdakılar da xal qazana bilməsinlər. Yəni arxadan gələnlər görkəmlərdir. Yəni Monacodur, Juventusdur, sonra Napolinin özüdür, Brugge var. Frankfurt, Eintracht Frankfurt özü var, Atletico Bilbao'dur. Yəni təbii ki, onlar 24-yə can atırlar hamısı. Onlar hamısı 24-yə düşdü. Yəni orada belədir ki, indi 7 xal var. Uduzsa misal üçün tutalım. Belə bir şey də ola bilər. Belə belə eləyək. Hə. Yəni xal itirsələr arxadakılar oraya gəlib bizə çatır, biz düşürük aşağı, Qarabağ düşür. Olacaq 23-cü yerdə, axırıncı turda gərək nə bilim nələrsə olsun, uduzsun, bu uduzsun. Nə bilim belə nə zamansa Türkiyənin qrupdan çıxması üçün bəlkə göydə ildırım çaxmalı, yerdə nə bilim. Orada riyazi hesablamalar eləyək, kim çox gol buraxıb, kim nə qədər az buraxıb, belə şeylər olmasın deyə ayaqsı udaq, Eintrachtdan da heç eləyib 11 xal və düzdür, Eintrachtda da udmaq olar. Amma biz minimum bax bunu götürək. Yəni ən azı bax bu 4 xalı qazanmaq lazımdır 3 oyunda. Belə. Necə deyirlər? Ötən oyunlardan alınır inşallah. Ötən oyunlardan maraqlıların arasında bir də Arsenal Bavariya oyunu vardı. Mərkəzi oyun. Necə deyirlər? Sezonun 2 ən güclü komandası üz-üzə gəlmişdi. 2 qoçun bir qazanda başı Emirates-də qaynamalı idi, qaynaya bilmədi. Daha doğrusu Bavariyanın başı qaynamadı. Qaynadı Arsenalın başı. Arsenal qalib gəldi. Arsenal mən deyərdim ki, bir balaca necə deyirlər, bu mövsüm Arsenal yaxşı oyun göstərdi, keyfiyyətli oyun göstərdi. Treble eləyə bilər, amma bir qədər çətindir. Niyə görə? Arsenalın zədələnmələri tez-tez olur. Özü zədələnəndə də 4-ü 5-i birdən zədələnir. Nə bilim, bir balaca o məsələdə biraz çətindir treble eləmək üçün. Çünki indi hal-hazırda bütün fikri ilə komanda Premyer Liqanı udmağa yönəlib. Düzdür, Çempionlar Liqasında udmaq istəyər, amma Çempionlar Liqasında bir balaca necə deyirlər, az da olsa bəxt amili olmalıdır. Bəxt amili olarsa, aydın məsələdir. Amma mən həmin oyuna baxdım, necə deyirlər, birinci hissə hardasa bərabər getdi. Düzdür, ilk o başlayanda Arsenalın belə bir xasiyyəti var. Çox güclü bir pressing yaradır. Yəni çox belə şey yüksək pressinglə oynayır. Plus əks pressing də yaradır. Yəni Arsenal Bavariyaya qarşı oyunda birinci hissədə topsuz çox yaxşı oynadı. Sən düşünürdün ki, topa sahib olma faizi göstərirdilər. Az qala 60 neçə faiz Bavariyada idi. Amma dominasiya Bavariyada hiss olunurdumu? Yox. Yəni epizodları daim yaradırdı Top Arsenal. Çox qalmırdı Bavariyada. Hətta mən sənə deyərdim, bir neçə epizod olduq ki, elə birinci hissədə də oldu, ikinci hissədə də oldu. Arsenal az qala bir 4 dəfə, 3 dəfə Bavariyanı bağışladı. Yəni Eze'nin o qapıya vurmadığı zərbəni bütün Arsenal aza keçdirə bilər. Nə qədər top çıxartdı. Çıxartdığını da deyirəm. Yəni momentləri çox olurdu. Da deyirəm ki, hansılar ki kənara vurdular. Və yaxud da ki Neuer'i çıxartdığı epizodlar da deyirəm. O Arsenal o momentləri bitirsəydi bəlkə darmadağın olardı. Çox güclü oynayırdılar. Offside xəttində. Fikir verilsə. Həm müdafiədə, həm mərkəzdə, həm hücumda çox şeydir. Yəni saxlaya bilmirdilər sanki. Çox qəşəng oynayırdılar. Yəni Arsenal bir balaca hücumda necə deyirlər, geniş götürürdü, geniş açıdan götürürdü. Plus Arsenal Bavariyada hiss olunurdu ki, yəni top wingerləri gəlib çatanda, həm Oliseyə, həm Gnabry'yə gəlib çatanda tez qapanırdılar. Driblingə və texniki hərəkətlərə az imkanlar yaradırdılar. Çox qapayırdılar onları. Amma Arsenalın özünün əks hücumları olanda, Arsenal hücum eləyəndə həm qapağa qarşısına asma eləyə bilirdilər, kəsmələr eləyə bilirdilər, zərbələr endirə bilirdilər, mərkəzdən zərbə endirə bilirdilər. Arsenal unutmayaq, Kane'in üzərində çox güclü pressing var idi. Çox. Yəni top gələndə biri sağdan, biri soldan Kane artıq moment tapanmırdı ki, nəsə təhlükəli bir şey yaratsın. O dəqiqə dala ötürürdü. Yəni bunu da nəzərə alaq. Plus Luis Diaz da yox idi. Yəni Luis Diaz olanda heç olmasa sol cinah yaxşı işləyirdi. Gnabry bilmirəm, sən fikir verirsə biraz şey oynadı, necə deyirlər. Ya bir dənə pis cəhət ola bilmirəm niyə görə 2 dəfə, bircə dəfə dəyişiləndən sonra yenə eləmədi onu. Bir dəfə cinahlarını dəyişdilər. Gnabry keçdi öz ənənəvi sağına. Olise keçdi sola. Gnabry sağına keçən kimi bir dəqiqə sonra mərkəzə pas verdi, Karl vurdu. Yəni sonra mən gözləyirdim ki, Gnabry yenə davam eləyər orada. Eləmədi orada davam. Bilmirəm indi bu kompaniyyanın öz qərarıdır, amma
Plus da ki Elə Noyer bir çox kobud səhvi gəldi orada. Ona idi. Yəni, hara çıxırsan? Hə çıxırsan da belə Belə də yoxdur, bu nədir? Hə. Hələ o qoldan sonra bir dənə çıxış oldu deyə fikir verdin. Deməyin gəlir, Ya buraxacaq. orada heç olmasa uğurla Hə, oldu. orada alındı, burada. Yəni hərdən lazım deyil deyə sonra çıxmaq. Çünki çatır da zaşitnik deyəsən. Çatmırdı. Çatmırdı. Yox, Təkbətək epizod yarana bilərdi. Hə, çatmayacaqdı. Çox sürətli idi. Ən azı bəlkə də qalsaydı, bəlkə də nə bilim, iki riskə Qalsaydı da gedim. gəlib təkbətəkdən vura Hə, bilərdi. o Orada da amma var. sağından 2 oyunçu qaçırdı. 2 müdafiəçi qaçırdı. Müdafiəçilərdən biri desən Kimix idi. Amma çıxmağı əslində orada Noyerin daha ağıllı hərəkət idi. Sadəcə çıxırsansa da topun üzərinə çıxmaq lazım idi. Yəni topdan kənara yox. Özdə cinaha doğru qaçmaq lazım idi. Çünki sən cinaha doğru sürüşürsən, səndən topu qaçırdanda mərkəzə doğru atırlar topu. Mərkəzdə də 2 müdafiəçin qaçır da. Bilmirəm, bu yazmışlar, Noyer bığ saxlamaq, bu da bığla çıxmışdı. Dedilər ki, bığ düşərli. Bığ sənin düşərli olmadı. Bığ düşmədi. Nə demirlər? Amma Arsenal yaxşı gedir hələ ki, o necə deyirlər. Plus da ki, indi Premier Liqada da heç elədi Chelsea ilə. Chelsea də pis oynamadı. Müdafiə oyununda yaxşı idi. Onu da qeyd eləyək. Chelsea-də məsələn 10 nəfərlə halaldır. Yəni 10 nəfərlə, hətta 10 nəfərlik oyun hardında nə zamandan başladı? Bu qırmızı kart alandan sonra hesab 0-0 idi hələ. Hesabı aça bildi gün zərbəsindən sonra. Və yenə də Arsenal da yəni standart vəziyyətdən sonra hesabı bərabərləşdirə bilən uzun müddət oyuna baxırdın, ikinci taymda artıq baxırdın, az qala elə bilirdin ki, elə 11-11 oynayırlar. Yəni yaxşı da kəllə atırdı yəni Arsenala. Chelsea. Maresca bilmirəm, indi görək çempion komanda yarada bilər, amma hal-hazırda yavaş-yavaş inkişaf eləyir. Amma hal-hazırki vəziyyətdə mən deyərdim ki, artıq Premier Liqada trio yaranıb çempionluğa oynayan. Çempionluğun namizədlər. Arsenal, Manchester City, bir də Chelsea. Bu üç komanda arasında gedəcək. Çünki Liverpool çox uzağa düşdü. Tottenham aydın məsələ, o da çox uzaqdadır. Manchester United-də yəni bir oyun odur, bir oyun uzur. Yəni bu aydın məsələdə çempionluğa namizəd ola bilməz. Başqa kim qaldı yəni? Brighton yoxsa nə idi onun komanda? Aston Villa, yəni bu komandalardan nə bilim mən onlardan bir şey gözləyirəm, amma bu üç komanda aydın məsələdir. Tamam. Bu üç komanda öz aralarında necə deyirlər, mübarizə aparacaq. Plus da 5 xal fərqi var Arsenalın hal-hazırda. Manchester City ilə. Nəzərə alsaq ki, elə bayaq adlarını çəkdiyin, elə Brighton-da, yəni nə bilim Newcastle-da, elə Tottenham-ın özü də, yəni baş ağrıdırlar. Bu namizədlər ki var, bu üç namizəd, getdikcə onların hər birində bir baş ağrısı ola bilərlər, birində xal itirə bilərlər. Arsenal özü xal itirə bilər və ya da ki Chelsea xal qazana bilər. O mövsümün sonuna yaxın həmişə Premier Liqada 1-2 xal fərqi olur. Az qala. Alex Ferguson bir dənə sözü var. Bunu demişdim yoxsa yox. Demişdi ki, maçları hücum xətti qazanır, amma çempionluqları müdafiə. Hal-hazırda Arsenal müdafiə xətti yaxşıdır. İndi görək bu sezonda, yəni alınmasa da yəqin ki qarğış eləyib bilər. Çünki yaxşı müdafiə xətti var, yaxşı hücum xətti var. Və çempion olmağa nə istəyirsən? Bir-birini əvəzləyən qapıçılar var. Namizədlər demək olar ki, yoxdur demək olar ki. 2 dənə komanda var, o da bilinmir. Amma yenə də real namizəd bəlkə də Manchester City ola bilər. Çünki ikinci yarısında öz aralarında bir dənə oyun var Manchester City-də. Plus indi hələ ki çempionluq haqqında fikirləşməsinlər, çünki yol uzundur. Hər şey ola bilər. Elə biz namizədlərdən danışmışıq arasındakı Chelsea-nin özünün də qəşəng oyunu oldu. Chelsea Barcelona yaxşı oynadı. Mən gözləyirdim minimal hesabla udacaq. Mən bilirdim udacaq. Amma gözləmirdim ki 3-0 utsun da, belə yoxdur. Yəni Barcelona ümumiyyətlə yox idi. Adamda biraz abır həya olar. Yəni sən necə bu heyətlə çıxırsan, sən heç nə göstərəmirsən. Yəni Chelsea sənin meydandan silir. Nə olsa ki 10 nəfərlə oynasın. Son 10 nəfərlə bir şey eləmək olardı. Yəni Barcelona bu mövsüm bax zəif nöqtələrindən biri odur ki, 1-2 nöqtədə oyunçulardan asılıdır. Lewandowski-nin kreativ olmaması, Araujo'nun özünün şıltaqlığı deyək, belə lazım olan komandaya ən lazımlı momentdə artıq bir neçənci dəfədir. Ya səhvlər eləyir, ya qapıya penalti gətirir, ya qırmızı kart alıb meydanı tərk eləyir. Bir də ki Rafinha'dan belə asılılığı. Zədələnmiş Rafinha'dan asılıdır Barcelona. Pedri yox idi. Pedri'nin də yox idi. Yəni Pedri komandanın yəqin ki əsas oyunçusudur. Yəni Lamine Yamal yox, Pedri'dir.
Çünki Pedro olanda hə oyun var. Pedro olmayanda oyun yoxdur. Olmaydı deyəsən oynayan. Yəni ümumi götürəndə mən Barselona oyununu çox zəif saydım. Yəni plus da ki belə bir Barselona fanatlarında ümid var ki, həm də rəhbərlikdə ümid var ki, nə vaxtsa Fermin Lopezdən, nə bilim Ferran Torresdən, sonra o Gerard Martin'di. Bunlardan nəsə belə dahi futbolçu çıxar. Axı sən rəqabət yaratmalısan ki, bu dahilik ortaya çıxsın da. Yəni Iniesta o vaxtda çıxanda, Xavi çıxanda o vaxt heyətdə kimlər var idi? Van Bommel var idi, Edmilson var idi, Ludovic Juli var idi, Deco var idi. Orta xəttdə nə qədər oyunçular var idi. Rəqabət güclü idi. İndi rəqabət yoxdur. Yəni Flick neynəsin, kimi oynasın? Məcburdur Ferranı çıxartsın, məcburdur Fermini buraxsın. Bilmək olmaz. Bəlkə də çıxacaq bunlardan daha heç. Olsun ya rəqabəti. Amma Uli Hoeneß demişkən, bunu da almağa adamda bir dövlət təminatı lazımdır da. Yəni bu pul lazımdır. Pul lazımdır, hə. Hoeneß demişdi bu yaxınlarda ki, mən deyir, hələ təəccüblənirəm ki, La Ligada Barcelona qala bilib. Yəni başqa deyir, çempionat olsaydı, belə borclarla, belə minusları olan bir klub artıq çoxdan düşmüşdü və ya da ki keçmişdi ikinci liqaya və ya da ki liqadan uzaqlaşdırılmışdı. Barcelona gətirir ki, onların La Masia'sı var. Hə. La Masia'dan da yəni sən gözləməsən, yetişsin, gəlsin 19. İki dənə oyunçu gətir. Birini Ronny Bargi'dir. Heç tanımıram hardan. Ronny bu kimdir? Bir də ki Rashford. Ronny Bargi kimdir? Yəni Ronny Bargi niyə Barcelonada oynamalıdır ümumiyyətlə? Hə. Rashford'u arenda ilə gətirdilər də. Yəni hal-hazırda çox düzdür. Bir balaca Real da fora verib yoxsa nədir? Real da yaxşı oyun göstərə bilmir. Girona ilə heç elədi. 18-ci yerdə gedən komanda ilə 1-1 oynadı. Yəni mən baxdım oyuna. Girona başa-baş oyun aparırdı. Yəni təsəvvür elə. Yəni Real Mbappé-ni yox, nə bilim, Valverde-ni satsa Girona'nı ala bilər. Yəni klub olaraq akademiyasından bir yerdə, amma başa-baş oyun göstərir Girona ilə. Yəni məhəllə komandası kimi bir yerdələr. Girona balaca bir dənə yerdə yığılışıblar, bir dənə klub yaradıblar. Real'la başa-baş oyun aparır. Hə. Plus da yəni onu da nəzərə almaq lazım ki, İspaniya çempionatında bəzən belə olur. Real zəif olur, Barcelona güclü olur, bir balaca. Gəlir çempion olur. Amma ikisi güclü olan vaxtlar az olub. Mən fikir vermişəm. İndi də Barcelona bəxti onda gətirib ki, Real biraz zəifdir. Hə, bu illəri çempion ola bilərlər. Hələ məşqçiyə təzə öyrəşirlər. Hə, amma Real əgər çox yaxşı vəziyyətdə olsa, çempionat artıq bağlıdır. Real çempiondur. Çünki Barcelona stabil deyil. Bu müdafiə xətti ilə biraz şey də elə bil ki, hiss olunur ki, tam o deyil də. Yəni oyunları udurlar, amma qabaqlarına bir dənə güclü komanda çıxsın, bir şey eləyə bilməyəcəklər. Plus mediada da belə xəbərlər gəzirdi ki, artıq Real Alonso ilə sağollaşa bilər. Hə. Amma bu şayələrdir. Nədənsə hərdən mənə belə bir ağlıma belə fikir gəlir ki, necə olur? Yəni biz bu ağla gəldik ki, Alonsoya vaxt vermək lazımdır. Luis Enrique'nin ağlına gəldi, mediada dedi o cür təcrübəli mütəxəssis ki, Alonsoya vaxt vermək lazımdır. Amma Real rəhbərliyinin ağlına gəlmədi. İnanmıram. Mən elə gəlir ki, o vaxtı verərlər ona. Həm də özünün heyətinin qurmağına ehtiyacı var. Bu hələ ki gəlib tam özünün heyəti ilə oynamır. Amma Realda da bir ənənə var ki, Real məşqçilərə vaxt verməyi xoşlamır. Məşqçilərə vaxtı ki, bir sezon nəsə bir şey yarat görək nəsə var, misal üçün. Əgər varsa, hə, davam eləyib. Misal üçün, Ancelotti 2015-də niyə görə çıxartdılar? Etsin ödənmədilər, dedilər ki, hə, get Benitez'i gətirdilər də. Benitez'i aldı. Ancelotti çox sönük oyun göstərirdi. Hə. O artıq həm Real rəhbərliyi, fanatlar özləri də buna etiraf edə bilərlər. Çox sönük oyun göstərirdi. Ancelotti sadəcə sənə nəticə vermək istəyirdi. Özü də bütün oyunlarda yox. Yəni Realda dominasiya hissi olunmur da bir kuboku sənə verə bilərdi. 2010-cu ildə Pellegrini gətirdilər də. O bir sezon işlədi, çıxartdılar. Realda elə bir xassiyyət yoxdur ki, filan kəsə 3 il vaxt verək, davay nəsə qur. Yox, Realda bir balaca məsələdə şeydir. Çünki sponsorları özlərini cəlb eləməlidirlər. Yəni Real həm klubdur, həm də brenddir. Yəni Real çox pul qazanmalıdır. Yəni Realın akademiyaları var. Yəni Realın basketbol komandası var, nə bilim voleybol komandası var, qadınların komandası var. Yəni onlar çalışır ki, gəlir həmişə artsın. Sponsorları cəlb eləsin.
o da qələbə ilə alınır. Yəni hər dəfə udmaq lazım, udmaq. Biz Statusu qorub Biz saxlamaq Xabi lazım. Alonso o şey verə bilməz axı, kart blanşı verilməz. Nə mənada verə bilməz? Yəni mən sənə 3 il verirəm ki, bəlkə 3 ildə heç nə udanmayacaq. Onda necə olsun? 3 il itib getdi. Mbappé'nin ən yaxşı illəri getdi. Problem nədədir? Mən o Jorge Valdano demişdi ki, Real kimi komanda ancaq Mbappé'nin qollarına ümid etməməlidir. Yəni ki, Mbappé'nin yaxşı günü olacaq, hə 3-dən vuracaq, udacaqlar. Hal-hazırda elədir də. Yəni Mbappé oyun necə qurulur? Hə top düşdü, Mbappé'yə ötür, Mbappé 30 metr qaçsın, qapıya vursun. Yəni belə bir oyun sistemi olmamalıdır da. Amma bir tərəfdən də biz Xabi Alonso tərəfdən baxsaq məsələyə, yəni Xabi Alonso da istəyir ki, o öz oyununu qursun. Amma o oyunçular yoxdur onda. Təbii ki. Çünki Ona Toni Kroos mən düşünürəm ki, gedib. hər bir məşqçiyə təbii düşünürəm ki, transfer pəncərəsində bir imkan vermək lazımdır. Bu da ona görə bir mövsüm verilməlidir ona əlavə. Öz oyunçularını alsın, öz sxemini qursun. Heç olmasa yarısını ala bilsin. Bax, Toni Kroos getdi, onun yerini kim doldurub? Heç kim. Yoxdur. Bellingham 8 nömrə deyil. Bilmirsən bu nədir? Arda'nı bilmirəm, mən çox tərifləyirlər, amma mənə görə Arda'nın yeri maksimum Borussia Dortmunddur, ya nə bilim Aston Villa'dır, ya nə bilim Roma'dır. Yəni Realda əsas 10 nömrə olmaq üçün sən gərək nə bilim sən nə olmalısan, əjdaha olmalısan. Bunun üstünə bir bazı pressing olan kimi özünü itirir, nə bilim dala pas atır ki. Mən ondan bir şey görmürəm. Dahili bir şey görmürəm. Yəni orta statistik oyunçudur mənim üçün. Yəni bilmirəm niyə görə bu oyunu şişirdi bile, amma elə Real fanatları da özəldirlər ki, yəni Arda Güler o deyil də. Yəni o effekti vermir, hə? Hə, yoxdur, yəni yoxdur. Yəni bu heyəti yenidən formalaşdırmaq lazımdır. Bir tərəfdən ki, yaxşı, Xabi Alonso'nu çıxartdan sonra kimi gətirəcəksən? Bax, kim biz bir neçə dəfə bu mövzunu bir neçə dəfə danışmışıq. Həm gənc məşqçiyə bir növ vaxt vermək lazımdır. Çünki o möhtəşəm sezon 2 sezon keçirdi Bayer Leverkusen'dən. Biri lap möhtəşəm oldu. Buna vaxt vermək lazımdır. İkinci tərəfdən də yəni perspektivi var. Bir də baxmaq lazımdır ki, o ximiya, o deyirlər, o bir-birinə anlaşmalar, komanda və rəhbərlik arasında, məşqçi ilə komanda arasında anlaşma necə gedir? Ola bilər ki, sənə bu dəqiqə nəticə vermir. Bu hardasa bir sxemdə boşluqlardır. Sən alacaqsan oyunçunu. Amma məsələn Bavariyada biz düzdür bunu Arsenal Bavariya oyununda gəlib danışaydıq. Bavariyada görürəm çox yaxşı alınıb o kompani effekti. Məsələn gənc olsa da şans verdilər və bəhrəsini görürlər. Kompani əsl Bavariyanın ruhuna uyğun məşqçidir. Özü də onu sübut eləyir. Məsələn Arsenalın oyundan sonra kompani mediaya belə bir şey olmuşdu, cavabı olmuşdu. Çıxışında demişdi ki, Arsenal deyir yaxşı oyun göstərdi, düzdür. Amma deyir bizim oyunumuz deyir hələ bitməyib. Biz Arsenal'la deyir play-off'da deyir görüşəcəyik, mütləq görüşəcəyik, belə deyir. Və bu kompaninin revanş istəməyi hissini gətirir, çıxarır ortaya. Yəni Bavariyanın da ruhu belədir. Uduzmuşuq amma yəni biz qaydacağıq. Hə. Amma ola bilsin ki, revanşda da uduzsun, bu qaçılmazdır. Tamam. Amma bax o his lazımdır. Plus məsələn kompaninin bundan əvvəlki məşqçisi Tuchel'dən fərqli olaraq xoşuma gələn cəhəti nədir? Kompani hər çıxışında nə komandasını, ümumilikdə komandasını, nə də ayrı-ayrılıqda oyunçusunu medianın ayağına vermir. Daim, mən məsəl üçün, bu oyununa görə danladılarsa, kompani komandanın yanındadır ki, biz yenə görüşəcəyik. Hansısa bir, individual olaraq hansısa bir oyunçuya görə danlayırlarsa, kompani heç vaxt onu medianın ayağına vermir. Alonso'da da elə xüsusiyyət var. Və bunlar ikisi də Guardiola'nın yetirmələridir. Hər ikisində deyərdim ki, bu Guardiola notlarıdır. Guardiola da həmişə danışanda medianın deyir ki, burada boss mənəm. Sizin sözünüz mənədir. Yəni oyunçumun qulağını özüm vuraram. Amma mən heç kəsi burada ayrıca qeyd edən, ayrıca tənqid edən deyiləm. Kompani necə deyirlər, o elə bir yerinə düşdü. Əsl öz komandasını tapdı. Yəni o artıq heyət var. Gəl işdə qur, necə deyirlər, yarat. Amma Xabi Alonso istədiyi komanda, yəni istədiyi kluba gəlib, amma istədiyi heyətə düşməyib. İstədiyi heyətə düşə bilməyib. Bu da problem. Çünki Realın heyəti
kardinal olaraq dəyişilməyib. Məsələn, Bavariya necə dəyişildi? 2023-cü ildən indiki Başı dəydi daşa da hə, sonra. 2009 oyunçu getdi. Birdən-birə 2 sezona 9 oyunçu getdi Bavariyadan. Və yeni oyunçular gəldi. Yeni heyət quruldu. Qısa müddət ərzində 2 sezonda 9 oyunçu getdi. Realda heç vaxt belə olmayıb. Realda bir dənə oyunçu gedib, yerini doldurublar belə yığılıb. Və indi o heyət ki var, onları da indi o dəqiqə çıxarmaq mümkün deyil. Yəni ola bilər yayda dəyişikliklər olsun, hansısa futbolçularla müqavilə uzadılmasın. Məsələn, Vinicius 40 milyonluq müqavilə istəyir. Yəni Cristiano Ronaldo'nun Mən qovardım Vinicius'u. İtti qovan kimi qovardım. Yoxdur, yəni sən sən oyunu göstərə bilmirsən. Oyunu Sən göstərə necə 40 bilmirsən. milyon istəyə bilərsən. Şeydə imici salmısan aşağı. Elə bir 40 milyon da istəyirsən. İş arasında ki BB. o kontraktı sənə ancaq Səudi Ərəbistanında verə bilərlər. Avropada o sənə 40 milyonu heç kim verə bilməz. Yəni kimi 40 milyonluq oyun göstərmək üçün gəlirsən sezonda nə bilim 60 dənə qol vurasan. Qara qaşıva, qara gözvə vurulmayıblar ki. Hə, yəni qara sözünə görə də mənə tənqid edə bilin. Tənqid olmayacaq. Yəni belə, yəni Realın rəhbərliyin problemi biraz şeydir, necə deyirlər, riski biznesdir. Yəni riskli biznesdir. Yəni Xabi Alonsonu çıxartsalar, kimi gətirsinlər? Hə, aysa kimi gətirsinlər. Saxlasalar, uğursuzluq davam eləsə, sezonu itirsələr, o da minus. Yəni istəmirlər sezonu ümumiyyətlə titulsuz bitirsinlər. Çünki keçən illər titulsuz bitiriblər. Bu illəri titulsuz bitirsələr, onda da biraz şey olar. Yaxşı çıxmazlar. Çünki Real axı o şeydə davam eləmək istəyir. O necə deyirlər, dalğada həmişə qələbə qazansınlar, yəni utsunlar. Mən Perezin yerində olsaydım bir balaca səbrimi basardım. Titul olur olsun, ki, olmasa belə mən hövsələ eləyərdim. Bir dəfə də heç olmasa vaxt verirlər, bir oyunçuya, bir məşqçiyə vaxt verirlər. Hədə reformist, yəni o necə deyirlər, novator məşqçiyə, yəni gənc məşqçidir, ambisiyalı məşqçidir. Yəni sən buna heç olmasa 2 sezon verməlisən. Təcrübəlidir, müxtəlif çempionatlarda iştirak edir, müxtəlif peşəkarlarla iştirak edir. Onun təcrübəsi doludur. Mən düşünürəm ki, Alonso özü də Bayerdən Reala gəlməklə riskə gedir. Çünki sən Bayerdə uğurlusan, sən o davam eləyə bilərsən. Sən birdən-birə gəlirsən Reala, birdən alınmazsa, sən əslində böyük riskə gedir. Yəni oturub gözləyə də bilərdi, məsəl üçün İngiltərədən təklif gələ bilərdi, məsəl üçün. Liverpooldan gələ bilərdi, məsəl üçün. Onun kontraktında belə bir bölmə var idi. Bayer Leverkusenlə razılaşmışdı ki, yəni Liverpool və ya da Real Madriddən təklif gəlsə, ayrıla bilərəm. Yəni əslində bu onun üçün riskdir. Yəni sən görməlisən ki, aha bu riskə gedirsə, bəlkə mən də riskə gedim. Bəlkə mən də onu saxlayım bir sezon. İndi görək, mən düşünürəm ki, bəlkə də bu sezon saxlayar. Çünki belə baxanda namizəd yoxdur. Kimi gətirsin? Zidane gəlməyəcək. Nə bilim, Santiago Solari'ni gətirsin, yoxsa Raul Gonzalez'i gətirsin. Yəni Raul Gonzalez'i gətirsə, doğrudan da möhtəşəm bir şey quracaqsan. Qurban o gətirsin. Hə, yəni İnşallah bir gün Qurban müəllimləri yalnız kağıdda görmək gətirsin. Yəni namizəd yoxdur. Deyirsən ki, Xabi Alonsonu çıxardaq, yerinə bir dənə dahi məşqçisi var, onu gətirəcəyik, fəsədə dağıdacağıq hamını. Elə bir şey də yoxdur. Və bu da problem. Bəlkə də bu sezon saxlayar. Görək. Neydi? Keçək danışaq proqnozlara. Hə, növbəti həftədə qarşımızdan gələcək o maçlara, Çempionlar Liqası proqnozlarına. Başlayaq Qarabağımızdan. Yenə bayaqlarım qeyd elədiyimiz kimi düşünürəm ki, bax Napoliyə, Chelsea'yə, Bilbao'ya qarşı oyunu göstərsə, Benfica'ya qarşı o comeback-i eyni templə gedir Qarabağ. Bu tempi qoruyub saxlasa, mən düşünürəm ki, Ajax'ı burada çeynəməliyik. Qarabağ Ajax'ı udmalıdır. İndi minimal hesab olar, maksimal hesab olar, amma mənə elə gəlir ki, nədənsə bax belə bir inan var məndə, Ajax'a qarşı qələbə olar. Mən belə düşünürəm. Like xətrinə, nə bilim, komment xətrinə deyəcəm, uduzar, onsuz da onda daha çox yığılır, amma səmimi deyirəm. Bizdə ancaq səmimi baxırıq məsələyə və realistik. Uda biləcəyimiz rəqibdir. Mən də çalışıram maksimum dərəcədə realistik olum. Əlbəttə, rahat qələbə də olmayacaq. Amma ən azı heç olmasa qələbə üçün oynamalıdırlar. 1-0 da olsa udmalıdırlar. Olsun 1-0, olsun 2-1, yəni aydın məsələ, Ajax da maksimum gücünü qoyacaq ki, heç olmasa prestij xatirinə, ad xatirinə,
yəni 0 xalla tamamlamasınlar. Yəni 36 komanda arasında axırıncı yer 0 xalla biraz şey olar. Onlar üçün. Onlar da maksimum gücünü qoyacaqlar ki, Kişi də öyle. Hədəb oynamalı, udmalı, heç olmasa bir xaldı qazanar. Yəni əslində döyüşkən oyun olacaq. Yəni çox maraqlı və döyüşkən oyun olacaq. 1-0 da olsa mən düşünürəm ki, Qarabağ udmalıdır. Hətta mən sənə deyim, Qarabağa qarşı hücuma meyilli oyun oynayanda Qarabağın oyunu çox qəşəng alınır. Yəni Ajaxa ilə bax xal lazımdır. O bizim üçün əlverişli məqamdır. Ajaxa xal lazımdır. Ajax vabank gələcək, açıq oynayacaq. Açıq oynayacaq. Qarabağda istifadə edib gol olacaq. Qapanacaqsa hücum, yəni onun müdafiəsini yarmalısan, momentlər yaratmalısan. Biraz Qarabağ üçün o çətin ola bilərdi. Açıq oyun, mən düşünürəm ki, Qarabağ Qurban müəllim, qələbə gözləyirik ya. Bəli. Keçək. Keçək Inter Liverpool oyununa. Inter Liverpool yenə də mən necə deyirlər, Liverpool çox da tənqid eləmək istəmirəm, amma Liverpoolda bir dənə sindrom var, bilmirəm. Sən maraqlı bir fakt çıxdı qabağıma. Salah olmadığı oyunlarda Liverpool qələbə qazanıb. 2 dənə qələbəsi olub. Həmin oyunlarda Salah oturub. Daşdı basılıb ayağına, hə? Hə, Salah oyunda olmayıb 2 dəfə də qələbə qazanıb. Bilmirəm nədir, niyə görə belədir. Amma fakt budur ki, Salah çox zəif oyun göstərir bu sezon. Plusdakı futbolçular elə bil ki, öz yerlərində deyil. Yəni Wirtz sən yenə də mən Wirtz mövzusundan danışmışdım çox. İndi danışmaq istəmirəm, amma demək istəyirəm ki, Wirtz elə bilmir nə istəyir. Nə istəyirlər ondan. Yəni bəlkə Salah otursun, Wirtz oynasın. Yəni Wirtz bir şey eləyə bilir ki, heç. Yəni nə Salahla, nə Salahsız alınır da bilmir oyuncu. Mövsüm yarısına gəlib çatmışıq az qala. O bilmir ki, meydanda kimdir? 10 nömrədir, 11 nömrədir, yoxsa saxta 9 nömrədir, 8 nömrədir. Yəni özü də başa düşmür nə edirəm mən. Bilmirəm, belə bir vəziyyətdə, yəni Interdə biraz möhkəm komandadır. Bəlkə də nəsə gözləyirəm 1-1 olsun. Yəni bu sindrom biraz çox ağır gəlib Liverpoola. 1-1 mən də heç-heçə gözləyirəm. Inter Liverpooldan heç-heçə gözləyirəm. Amma birdən qalib gələsi olsa düşünürəm ki, bax biraz o amil də var. Liverpool ağırlı uduzdu keçən dəfə 4-1 PSV-yə səfərdə. Bu dəfə biraz o durub, yəni 24-lük yerə göz dikəsi deyil ki, xal qazanmalıdır. Bəlkə də qollu 1-2 də ola bilər, hə. 2-2 ola bilər, nəsə belə. 1-1. Bolşe, qoyursunuz evləri. 2-2 ola bilər, nəsə ola bilər. Hər dəfə bir oyun çıxır ortaya ki, deyir ya Bolşe. Hazırlayın evləri. PSV Atletico Madrid. PSV mən düzünsəm çox xoşum gəlir. 6-2 Napoli utdular. 4-1 Liverpool utdular. Yəni belə necə deyirlər? Hoqqa verirlər. Konkret, yəni çox sürətli komandadır. Mən yenə də PSV-dən qələbə gözləyirəm. Düşünürəm ki, nə bilim, bəlkə də minimal hesabla qələbə qazansın. Ola bilər qollu oyunda olsun, amma PSV çox yaxşı başlayıb. Yəni o necə deyirlər, alovludur da, belə deyək. Raşdadır da, necə deyirlər. O tutublar öz şeyini, valına deyirlər, dalğadadılar. Yəni məncə qələbə qazanacaq PSV yenə. Atletico'dan düşünürsən qələbə qazanır. Mənə elə gəlir ki, PSV Atletico'dan bir xal qopardar. Düşünürəm ki, bax səfərdə Atletico ondan öz müdafiəsi ilə xalı qopardar. PSV öz meydanda yaxşı oynayır həm də, onu da deyim. Meydan komandası. Atletico isə səfərdə yaxşı müdafiə olunur. O da var. Real Man City. Bu da turun gözü olan bir oyunlardan biridir. Mən necə baxıram, o Realda oyunda düşüş var. Manchester City-də oyunda yüksəliş var. Və mən düşünürəm ki, əgər belədirsə, o zaman Manchester City qələbə qazanacaq. Yəni heç şübhə yaratmır məndə. Bu oyun heç şübhəli deyil mənim üçün. Düşünürsən, bax Realın artıq bir neçə özdə elə Ancelotti dövründə düşmüşdü deyəsən o. Yəni zəif oyunlarında belə Manchester City-nin hücumunu əsasən də Hallandı qapadığı anlar olub. Real Bernabeu-da Realdır ya. Amma bir faktı unutmayaq, hal-hazırda biraz oyunu tapanmır Real. Nə bilim, Manchester City ya son oyunlarda yaxşıdır. Qol vuran komandadır, yəni çox vurmağı bacarır. Real üçün çox çətin olacaq. Nəsə düşünürəm ki, 1-3 utsun
Manchester City. Yəni düşünürsən ki 1-3 utsun. Mən çox qollu oyun gözləyirəm bu oyundan. Eləcə ki o PSG Tottenham oyunu olmuşdu belə. Belə 2-3-lər gözləyirəm və yaxud da ki 3-3 heç-heçə gözləyirəm. Hətta belə deyim sənə qollu heç-heçə, çox qollu heç-heçə gəlir ağlıma. Niyə görə? Hər ikisinin güclü qapıçıları, hər ikisinin hücumunda güclü şəxslər var. Birində Haaland'ı, birində Mbappé'si, Vinicius'u. Yəni çox qollu oyun gözləyirəm. Açıq favorit demək mənə biraz qəribə gəlir. Çox qollu oyun da ola bilər, amma sonda Manchester City qələbə qazanacaq. belə bir vəziyyətdə, nə bilim. Belə bir faktor da var orada. Bax Real Man City oyunundan öncə həftə sonunda ölkə liqasında Manchester City oynamalıdır Fulham'dan. Yəni Fulham'a qarşı ola bilsin ki Manchester City o qədər yorulmasın. Real Madrid isə oynayacaq Atletik Bilbao ilə. Bax orada Atletik Bilbao indi zədələnərmi, yorularmı, nə qədər etkisi olar? Atletik Bilbao'nun özünün çətin rəqibi var Çempionlar Liqasında. İndi o gücü buradan saxlayıb ora yönəldə bilər. Bax buradan indi onu demək çox çətindir. Həftə sonu nə baş verəcək? Ondan çox şey asılıdır. Nəyə görəsə mən gözləyirəm ki Real Man City oyununda çox qollu heç ola bilər. Mən isə düşünürəm 1-3 ya 2-4 Manchester City olsun. Səbəb belə bir şey. Tamam. Və Atletik Bilbao və PSG. PSG çox yaxşıdır. Mən düşünürəm ki, PSG yenə də qələbə qazanacaq. PSG hal-hazırda yəni ən belə keyfiyyətli oyun göstərən komandalardan biridir. Düzdür, axırıncı turda uduzub Monacoya 1-0. Amma Çempionlar Liqasında sanki bir şey var onlarda. Yəni fikri yönəldiblər Çempionlar Liqasına. Bəlkə də diqqətlər elə ordadır. Düzdür, Bilbao da öz meydanında yaxşı oynayır. Meydan komandasıdır. Bəlkə də sürpriz də ola bilər, amma nə bilim, düşünürəm ki 1-2 PSG utsun. PSG-nin qələbə qazanması bir balaca mənə çox aydın görsənir. Keyfiyyətli oyun göstərirsə niyə də yox? Yəni udmalıdır. Aydındır. Düşünürəm ki biz bu gündən danışmaq istədiyimiz, qeyd etmək istədiyimiz məqamlara toxunduq. Və deyərdim ki, necə lazımdır toxunduq. Bunu bir də qeyd etmək istəyirəm. Əsasən də bu proqnoz videolarının altında azarkeşlərin keçən həftə Arsenal Bavariya proqnozunun altında təbrik eləyirik. Möhtəşəm oyun. Proqnozların altında çox yaxşı bir əvvəl qırğın getdi. Sonra barışıq gördüm. Yəni bir-birlərini qırdılar, sonra qardaş kimi əl sıxdılar, bir-birlərini təbrik elədilər. Yəni təqdirə layiq hərəkətdir və bu cür sizin kommentləriniz bizi sevindirir. Yazın, tarixə geri dönüş eləyin. Yəni Bavariya Arsenal Bavariya oyundakı kimi tarixə geri döndülər, maçları müzakirə elədilər. Hər videomuzun altında bax belə siz fikir bildirin, tarixdən danışın. Müzakirələr getsin və biz də o müzakirələri bir gün yəni buraxılışımızda özümüz də müzakirə edəcəyik, cavab verəcəksin necə deyək suallarınıza. Suallarınızı ünvanlayın. Mən çox istərdim ki bizim suallar olsaydı yaxşı olardı, hə. Suallar lap əla olardı. Biz suallarınızı cavablayardıq. Bax belə. Oldu. Yəni bizi izləməkdə davam eləyin. Davam eləyəcəyik biz. Və düşünürəm ki, sizə də maraqlı gəlir bizim söhbətlərimiz, necə deyirlər. Bu videomuzu bəyənin, paylaşın, favoritlərə etiketləyin, rəy bildirin, bəli, komment yazın, rəy bildirin və bizi izləməkdə davam eləyin. Çünki futbol bizimlə daha maraqlıdır. Bəli, gələn görüşlərədək. Gələn görüşlərədək. Sağ olun. Sağ olun.